Hazırda Bakı Expo mərkəzindəyik. Burada regionun ən böyük enerji platformalarından biri sayılan Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən enerji, sənaye, logistika və texnologiya şirkətləri iştirak edir. Yeni əməkdaşlıq imkanları və innovativ həllər təqdim olunur. Burada yalnız neft və qaz sektoru deyil, həm də bu sahəni dəstəkləyən nəqliyyat və logistika istiqamətləri diqqət mərkəzindədir. Hazırda yanımızda Belarusun nəqliyyat şirkətlərindən birinin direktoru Olga Aksyutik var və şirkətin enerji sektorunda logistika imkanları və regional əməkdaşlıq perspektivləri ilə bağlı, həm də Azərbaycan bazarı ilə bağlı gözləntiləri barədə danışacağıq. Здравствуйте, приветствуем вас. Здравствуйте. Рада вас здесь видеть. Спасибо. Мы тоже рады. Хотелось бы вас спросить, вот логистика является одним из ключевых элементов в наше время. И вот по-вашему, вот какие есть региональные сотрудничества или потенциал в этом секторе? Ну, я бы сказала, что логистика – это вообще основополагающая любого сотрудничества на международном уровне. И в ситуации со взаимодействием между Беларусью и Азербайджаном мне видится огромный потенциал, потому что у нас хорошо развито и транспортное сообщение, и в первую очередь, что самое важное, хорошие отношения между нашими странами. И логистика помогает развивать и торговлю, и бизнес. Это огромный составляющий, важный фактор. Вот поэтому мы очень рады представлять нашу страну на вашей выставке, организовывать логистику как в сфере энергетики, так и в сфере разных других направлений, начиная от продуктов питания, заканчивая деревообработкой, например. Вот с радостью работаем с клиентами из Азербайджана, и не только, потому что это как и хорошая платформа для работы с другими странами. Ну и спасибо, что вы даете такую возможность нам представлять здесь нашу страну, укреплять наши отношения и развивать наше взаимодействие. Спасибо, желаем вам удачи. Спасибо Большое. Bəli, müsahibimizə sual verdik ki, ümumiyyətlə logistika sahəsi energetika sahəsində mühüm istiqamətlərdən və elementlərdən biri sayılır və bununla bağlı onun fikirlərini öyrəndik ki, ölkələrimiz arasında həm nəqliyyat əlaqələri yaxşı inkişaf edib, həm də ən vacibi münasibətlərimiz çox yaxşıdır. Logistika isə ticarətin və biznesin inkişafında mühüm rol oynayır deyə qeyd elədi. Biz ölkəmizi bu sərgidə təmsil etməkdən məmnunuq dedi. Enerji sektoru başda olmaqla müxtəlif sahələr üzrə logistika xidmətlərinin təşkili ilə məşğul olduğunu vurğuladı və həmçinin qeyd etdi ki, bu qida məhsullarından tutmuş ağac emalı sənayesinə qədər müxtəlif istiqamətlərə əhatə edir və eyni zamanda sonda vurğuladı ki, Azərbaycanlı tərəfdaşlarla işləməklə məmnunluq hissi duyur və Azərbaycan həm regional əməkdaşlıq, həm də digər ölkələrlə iş baxımından yaxşı platformadır və bizə burada ölkəmizi təmsil etmək, əlaqələrimizi gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək imkanı yaratdığımız üçün eyni zamanda ölkəmizə də təşəkkürünü bildirdi. Hələlik bu sərgidən çatdıracağımız son məlumatlar bunlar idi.